Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle geçen dersimizin davamı olarak lokal prepozisyonlar harda, necə işlənir, onlara baxırıq. Hal-hazırda sizə deməli cədvəl içərisində yazıb hazırlamışam ki, daha aydın, daha yaxşı şəkildə başa düşəsiniz. Burada sadəcə qısa formada verilib, birazdan nümunələr içərisində daha yaxşı başa düşəcəksiniz. Deməli, lokal prepozisyon nə idi? Yer, məkan, istiqamət bildirən sözünlər. Yəni, əgər vohin haraya sualına cavab verirsə, vo harada sualına cavab verirsə və vohə haradan suallarına cavab verən sözünlər varsa, biz bunları, məsəl üçün, şəxs adlarının qarşısında hər hansı bir obyektə, binaya gedərkən, oradan gələrkən, ondan sonra açıq ərazilərə gedərkən, orada olarkən və yaxud oradan qayıdarkən hansı sözünlərdən istifadə edirik? İndi onlara baxırıq. Deməli, əgər person, şəxslər, namın adlar, firmanın namın, firma adları, aktivitetin fəaliyyətlər, situasyonun vəziyyət olarsa, əgər vohin haraya sualına cavab verirsə, zu plus dativdən, vo harada sualına cavab verirsə, by plus dativdən, daha sonra isə vohə haradan sualına cavab verirsə, fon sözündən istifadə olunur. Yəni ki, zu, by, fon. Bunlar şəxslər, daha sonra adlar, firma adları, fəaliyyətlər və vəziyyətlər olarsa, biz bu sözünlərdən istifadə edirik. Məsəl üçün, deyirəksə ki, anamın yanına, bu zaman zudan istifadə etməliyik, vohin. Qeyd etdiyim kimi, birazdan nümunələrə baxarıq. Sadəcə burada qısa formalarını izah edib. Zu meiner Mutter. Elə vohin sualına cavab verirsə, harada sualına cavab verirsə vo, o zaman by meiner Mutter. Haradan sualına, vohə sualına cavab verərsə, von meiner Mutter şəklində olur. Və yaxud bir şəxs adı olarsa, məsələn, Zabina, yəni Səbinə, yəni Səbinənin yanına, zu Zabina. Səbinənin yanında by Zabina, Səbinənin yanından von Zabina formasında olur. Daha sonra, məsəl üçün, havalimanına zum Flughafen, havalimanında beim Flughafen, havalimanından vom Flughafen və yaxud vağzala zum Bahnhof, vağzalda beim Bahnhof, vağzaldan vom Bahnhof formasında olur və yaxud həkimə gedirəm. Məsəl üçün, həkimə bir canlı şəxs olduğuna görə zum Arzt, həkimin yanında beim Arzt, həkimin yanından vom Arzt formasında olur. Gördüyünüz kimi, vohin sualına cavab verərsə zu plus dativ, vo harada sualına cavab verərsə by plus dativ, vohə haradan sualına cavab verərsə von plus dativdən istifadə olunur. Daha sonra ikinci xanaya baxırıq ki, Städte şəhərlər, Länder ohne Artikel, yəni artikelsiz ölkələr, daha sonra lokal adverb, yəni yer zərfləri olarsa, biz wohin haraya sualına cavab verirsə nach, wo harada sualına cavab verirsə in, woher haradan sualına cavab verirsə aus sözündən istifadə etməliyik. Məsələn, Almanyaya nədir? İstiqamət bildirir. Nach Deutschland artikelsiz bir ölkədir. Almanyada harada, wo harada, in Deutschland indən istifadə etdik. Haradan, məsəl üçün, Almaniyadan aus Deutschland formasında olur. Və yaxud nach Frankreich, Fransaya, in Frankreich, Fransada, aus Frankreich, Fransadan. Daha sonra yuxarı nach oben, aşağı nach unten. Ancaq wo harada sualına cavab verirsə elə oben, unten olaraq qalır. Yəni indən istifadə olunmur. Woher haradan sualına cavab verirsə ancaq von oben yuxarıdan, von unten aşağıdan kimi istifadə olunur. Daha sonra keçirik növbəti xanaya. Räume otaqlar. Länder mit Artikel Städte. Artikelli ölkələr, daha sonra şəhər, şəhərlər, Garten bildiyimiz kimi bağ, həyət, Park, park, Schwimmbad, hovuz, Wald, meşə, Berge, Gebirge, dağlar, sıra dağları, Straßen mit Namen, küçə adları və Wetter, hava olarsa biz hansı sözündən istifadə etməliyik? Əgər zu plus dativdən istifadə olunarsa, məsəl üçün, binanın yanına
binanın kənarına. Bu to plus dativdən istifadə olmalıdır. Yox, əgər binanın içərisinə daxil olursa, obyektin içərisinə daxil olunursa, bu zaman in plus akusativdən istifadə olmalıdır. Bu wohin sualına cavab verir. Wo harada sualına cavab verirsə indən, yəni içərisində dadə kimi. Wo haradan sualına cavab verirsə ya aus ya da fondan istifadə olunur. Aus bir obyektin içərisindən çıxış nöqtəni bildirir. Yəni marketin içindən. Amma fon sözünü isə başlanğıc nöqtəni bildirir ki, marketdən gəlirəm. Yəni şərt deyil ki, sən marketin içindən çıxasan. Yəni marketin yanından, marketdən gəlirəm kimi tərcümə olunur. Gəlin nümunələrə baxaq. Məsəl üçün de Türkiye nədir? Artikelli bir ölkədir. Əgər Türkiyəyə gedirəm, wohin sualına cavab verirsə olur indi Türkiye. Wo harada sualına cavab verirsə ki, Türkiyədə in der Türkiye. Əgər Türkiyədən gəlirəmsə, misal üçün woher sualına cavab verirsə aus der Türkiye formasında olur və yaxud şəhərə die Stadt olduğuna görə in die Stadt şəhərə. Wo harada sualına cavab verirsə in der Stadt və yaxud da şəhərdən gəlirsə aus der Stadtdan istifadə olunur. Və yaxud qeyd etdiyimiz kimi ins Gebirge sıra dağına, im Gebirge sıra dağında, aus dem Gebirge sıra dağından və yaxud bina. Əgər binanın içərisinə gedilirsə ins Gebäude, binanın içərisində və yaxud binadayıqsa im Gebäude, binadan gəliriksə o zaman binadan aus dem Gebäude. Əgər binanın kənarına gedilirsə bu zaman zu dem Gebäude'dən istifadə olunur. Daha sonra məsəl üçün supermarketin içərisinə in den Supermarkt, marketin içərisində im Supermarkt, marketdən aus dem Supermarkt. Və yaxud da ki, misal üçün parka gedirəm, in den Park, parkdayam, im Park, parkdan gəlirəm, aus dem Park kimi olur. Die Schule'ni mən sizə bundan sonra növbəti shorts videosu paylaşacağım. Orada daha ətraflı izah eləyərəm. İndi baxaq, məsəl üçün küçə adıdır Hauptstraße. Misal üçün, yəni Hauptstraße'yə gedilirsə in die Hauptstraße. Hauptstraße küçəsindəsənsə in der Hauptstraße. Yox, Hauptstraße'dən gəlirsənsə aus der Hauptstraße formasında olur. İndi keçək digər xanaya. Burada verilir ki, horizontale kontakt, yəni üfüqi təmas, əlaqə və emta rəsmi idarələrdə, ofislərdə biz aufdan istifadə edirik. Wohin, wo harada sualına cavab verirsə auf, haradan sualına cavab verirsə von. Məsəl üçün ada. Açıq bir ərazi olduğuna görə biz artıq burada əgər wohin sualına cavab verirsə auf plus akusativ, wo harada sualına cavab verirsə isə auf plus dativ olur. Yəni adaya auf die Insel, adada auf der Insel, adadan von der Insel formasında olur. Daha sonra misal üçün küçəyə, indi deyə bilərsiniz ki, bundan əvvəlki xanada biz qeyd etdik ki, əgər ad ilə olan küçələr varsa, biz nədən? İndən istifadə edirdik. Amma adsız sadəcə küçədən söhbət gedirsə, bu zaman aufdan istifadə olunur. Auf die Straße, wohin sualına cavab verir. Auf der Straße, wo sualına cavab verir. Woher sualına cavab verirsə isə von der Straße formasında olur. Daha sonra misal üçün səyahətə ümumi bir anlam var burada. Bu zaman auf die Reise. Daha sonra səyahətdə auf der Reise, səyahətdən von der Reise formadan istifadə olunur. Daha sonra növbəti xanada isə vertikale kontakt və GVSA su obyektləri olarsa biz andan istifadə edirik. Yəni, məsəl üçün deyirik ki, dənizin kənarına, dənizin yanına gedirəm. Misal üçün, wohin sualına cavab verirsə an plus akusativ olur. Wo harada sualına cavab verirsə ki, dənizin kənarında an plus dativ olur. Haradan gəlirsə, misal üçün, woher olarsa isə fondan istifadə olunur. Ans Meer, dənizə, am Meer, dənizdə, vom Meer isə dənizdən kimi tərcümə olunur və yaxud çaya,
Yəni çayın kənarına, an den Fluss akusativ halda olur. Am Fluss çayda, yəni çayın kənarında artıq wo harada sualına cavab verir. Haradan wo sualına cavab verirsə isə vom Fluss formasında olur. Daha sonra evə aid istiqamət bildirən. Əgər evə gediriksə, bu nach ilə istifadə olunur. Deyirik ki, nach Hause. Hause sözündə artikeldən istifadə olunur. Yəni nach dem Hause deyil, nach Hause kimi ifadə olunur və gördüyünüz kimi Hause əlavə olaraq əlavə olunur. Nach Hause, evdə, zu Hause, evdən, von zu Hause. Bu bizim sadəcə başlanğıc nöqtəsi kimi qeyd olunur, von zu Hause, evdən. Amma evin içərisindən bu zaman aus dem Haus'dan istifadə olunur. İndi isə gəlin bunlara aid nümunələrə baxaq. Məsəl üçün, wohin haraya sualına cavab verirsə, ya akuzativ ya dativ olur. Deməli, zu plus dativ. Biz anamın yanına gedirik. Wir gehen zu meiner Mutter. Gördünüz, zudan istifadə etdik. Çünki Mutter şəxs olduğuna görə zu istiqamət bildirən sözündən istifadə etdik. Daha sonra mən yoldaşımla hava limanına gedirəm. Ich fahre mit meinem Mann zum Flughafen. Hava limanına istiqamət bildirir. Wohin sualına cavab verir? Zum Flughafen. Və yaxud uşaqlar həkimə getməlidirlər. Wohin sollen die Kinder gehen? Die Kinder sollen zum Arzt gehen. Uşaqlar həkimə getməlidirlər. Nədir? Zum Arzt. İstiqamət bildirdi. Daha sonra müdir banka indi gedir. Burada bank ümumi anlamdadır. Yəni, der Bankdirektor fährt jetzt zur Bank. Amma əgər biz konkret olaraq müdir bankın içərisinə gedir, yəni daxil olursa bankın içərisinə, o zaman deyirik ki, der Bankdirektor geht jetzt in die Bank. Çünki bayaq qeyd etdik ki, əgər bir obyektin, bir binanın içərisinə daxil olursa ümumi anlamda, yəni banka gedirsə və bankın yanına, kənarına gedirsə, bu zaman zu plus dativdən istifadə olunur. Daha sonra wo harada sualına cavab verir? Bei. Məsəl üçün, biz anamın yanındayıq. Wir sind bei meiner Mutter. Gördüyünüz kimi canlı şəxs olduğuna görə bei. Mən yoldaşımla hava limanındayım, yəni yanında, ətrafındayım. Ich bin mit meinem Mann beim Flughafen. Daha sonra uşaqlar həkimdədirlər, yəni uşaqlar həkimin yanındadırlar. Die Kinder sind beim Arzt. Daha sonra müdür indi bankdadır. Der Bankdirektor ist jetzt bei der Bank. Müdür bankın ərazisindədir. Ola bilsin ofisdədir, ola bilsin binanın yaxınlığındadır. Baxın, bei der Bank o zaman istifadə olur. Amma və lakin, əgər müdür indi bankın içərisindədirsə, bu zaman deyir ki, der Bankdirektor ist jetzt in der Bank. Yəni, indən istifadə etdik. Daha sonra woher haradan sualına cavab verirsə, biz anamın yanına gəlirik. Wir kommen von meiner Mutter. Von meiner Mutter, anamın yanından. Mən yoldaşımla hava limanından gələcəm. Ich werde mit meinem Mann vom Flughafen fahren. Nədir? Hava limanından vom Flughafen. Uşaqlar həkimdən gəldilər, həkimdən. Die Kinder sind vom Arzt gekommen. Haradan gəldilər? Həkimdən. Vom Arzt. Müdür indi bankdan gəlir. Der Bankdirektor kommt jetzt von der Bank. Gördüyünüz kimi bütün lokal prepozisyonları bu şəkildə rahatlıqla öyrənə bilərsiniz. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.